Herkese selamlar dostlar. Yeni bir Last Lion videosuyla karşınızdayım. Bugünleri yeni etkinlikler geldi. Yeni ile göre yeni etkinlikler, yeni kar yeri ve yeni kedi almak için, yani pişi almak için bir yer geldi. Takım halında bir gəlib görevler keçirsiniz. 4'lü, 2'li, 3'lü fərq eləmir. Ödüllər alırsınız. İndi onları sizə göstərəcəm. İlk öncə bunları görün. Xoş izləmələr, sizə 2x verəcəm. Çox bir yerdə qalsaz və zəhər gələcək. İndi gördüyünüz kimi bu zəhər gəlir və sizi daha tez öldürür. Beləcə bir dəfə öldüm. İndi oynadığım takımda da ölürəm. Sadəcə mən bunu bitirdim. Bitirəndə axırda bir dənə boss gəlir. Bossdakı çox yaxın uzaq silah alaraq həll edə bilirsiniz. Çox da çətin deyil. Mən 2 nəfərlikdə bitirdim. Bu biletlərdəndir. Biletlər də ki, yeni olan bütün qarlı yerlərdə hər yerdə bulunur. İçəridə bir dənə maid var. Maidi götürərək içindən sizə verir və puan verir. Bu puanla da 33.000 yığaraq turnuvaya qatılır. Klanlar arasına gedir. Birinci yerə pişik verilir. İkinci yerə nə bilim oto, mina altın zad göstərir. İnşallah qalibdə biz olaraq. Mən rastgele bir klana girdim. Klandakı yaxşı klandır. İnşallah qazanarıq. Xoş izləmələr bir daha. Bəli dostlar, yeni etkinliyimiz gəlib. Karlı Kamp çiftliyi adlı bir yer gəlib və bunu göstərəcəm və 2 dənə də fərqli bir yerlər gəlir. Oradan da şeylər alacağıq da, yolka bəzənməz şeylər alacağıq və qısa olaraq başlanğıcda zombilərdən kəsmədir, görevlər verir, falan şeylər edir. Onları sizə bir göstərəcəm. Hələ ki bunları görün, mən lazım olan yerdə sizə səslə başa salacağım. Xoş izləmələr. Və dostlar, bu yerindən sizə məsələn pompalı verirsiniz və yanına güllə qoyursunuz. Ora şey qoyacaq, elə bir gücünü artdıran, gücünü artdıracaq daha doğrusu. Belə yerlərdə işləməyəcək əlbəttə. Bunun mən sizə göstərəcəm, indi videonu izlədiyinizdə görəcəksiniz. Təzə bir yer gəlir, fabrika bir yeri. Orada qəşəng hasar verir. Mən orada nə qədər silahımı işlətdim, yəni onsuz idi. Ona görə də zəif getdi canları. 2 dənə də orada bossumuz var dostlar. Zəif vurur, amma canı çoxdur və gec gedir. Belə silahlardan gərəkləri düzəldəsiz. İndi sizə bundan əlavə başqa bir yerdir bura. Buradan da elə bilə hər gün gəlib cəfərlər yığa biləcəksiniz. Cəfər deyəndə yəni şey deyirəm, yolka bəzəmələri zad deyirəm. Burada bu zombiləri var. Burada şikin pişkinin şeyi, qarlı versiyası var. Qısa olaraq baxın, bu bir də maşınların arasından da çıxır.
Və dostlar, sizə dediyim yer buradır. Buradadır 2 dənə bossumuz var. Noel Baba, yəni qar adamı bossu var. Bir də qəribə bir boss var. İzbandut kimi bilir, amma fərqli bir bossdur. Onu da sizə hızlı bir şəkildə göstərəcəm. Oyun bir başlasın. Bu arada video biraz uzun olacaq. Bəyənib abunə olmağa zəhmət olmasa elin kanal təcili bir şəkildə böyüsün ki, daha çox video gəlsin. Birinci zombilərdə gördünüz tək atdı. Bu şey düzəltmişdim. Canı az olan dedim, bəlkə canlı silahın canını da makslayar. Canı az olan silahı makslamadı, amma gücləndirdi, belə deyək. Dostlar, 2 ədəd elektrik generatorumuz var. Onları sizə göstərəcəm, onları da açmağa. Buradan da əlavədən sandıq aça biləcəksiniz. Bu taxta qırmaq lazımdır. Mən tez bir şəkildə onu yığıb gəlirəm. Dostlar, tez bir şəkildə yığdım, gəldim. Ağacıqlara burada şükümşükünlər də var. Bunlar təbii ki boss deyirlər. Canlar zəif gelir çünki bu fişəkli şeylər qoyulmuşlardan. Bunun sizi buraya gəldiyində düzəltməlisiniz. 2025-ci ilin bu şeydir, videosudur və görevləridir. 2020-də gələcək, onda gələn ilin axırı görəcək. Axır burandan çıxdıq, buradan da gördüyünüz kimi bunlardan çıxdı. İndi mən sizə bossları da göstərəcəm. Ondan əlavə ilk yerimizi açacağıq, həmən yer açacağıq. Buranı düzəltmişəm və bu hissədə yaddan çıxıb açmamışdım daha doğrusu. Burada zombi var, bunu tez bir şəkildə əllədim. Orada bir yanda kutu var, zombilərini görmək olmurdu. Onu da promoya aldıq və videonun kalitəsi deyə bilərsiniz, niyə belə pisdir. Telefonu video kalitəsi ilə elə öz problemimlə müzakirəm. Arada bir deyim, problem yaşayıram. Və bossumuz gəldi, Noel Baba bossu. Çətin bossdur, canı çox dəhşət çoxdur. Canı da sizə bir dənə göstərirəm indi. Və canı da görsənir indi. Adı Hatminlə canı var, Minzat. O da bir nəsən gec gedir, yəni o şey düzəltəsiz ki edəsiz. Həmən pompamı almalı oldum. Buradan özelliklərin hamısı var. İlk bossumuz bu boss üzərində o bir boss göstərində bu haqda da biraz danışacağım. Və dostlar, təzə bossumuz da budur. Bu da qəribə bir bossdur. Hətta yavaş effektlə və yavaş effektlə qoşulan boss gəlmiş oldu. Çox uzundur, gördüyünüz kimi gəlir. Adı da ki, Zenbot'un nəriyə qədər bir adı var. Yəni gördüyünüz kimi çox az gedir. 38-38 olur. Ona görə özelliklər olduğuna görə daha doğrusu gedir. Buradan da baxın səbəbini deyirəm. Bu sandıq adi sandıqdır və orada bayaqları göstərdiyim takımla oynadığınız yerdə isə buradan puan kasa bilərsiniz, buradan biletlər yığıb yenə savaşmağa gedib bilərsiniz dostlar. Bu qədər də video, xoş izləmələr, çox sağ olun, izlədiyiniz üçün.